pulluya, 87.5 balla isə pulsuza söhbət informasiya texnologiyaları ixtisasından gedir, qəbul həyata keçirilib. Həmçinin Mingəçevir Dövlət Universiteti 78.3 balla pulluya, 86.7 balla isə pulsuza qəbul həyata keçirib. Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti 82.5 balla pulluya, 86.7 balla isə pulsuza qəbul həyata keçirib. Həmçinin Gəncədəki Aqrar Universitetdə pulsuza 86.7 balla qəbul həyata keçirilib. Söhbət informasiya texnologiyaları ixtisasından gedir. İnformasiya təhlükəsizliyi ixtisasından Bakı Biznes Universiteti 90.2 balla, Odlar Yurdu Universiteti 98.5 balla, Qərbi Kaspi Universiteti Azərbaycan bölməsi üzrə 87.3, ingilis sektorunda isə 81.4 balla qəbul həyata keçirilib. Həmçinin bu ixtisasdan Lənkəran Dövlət Universiteti 79.2, Mingəçevir Dövlət Universiteti 80.2, Azərbaycan Texnologiya Universiteti Gəncədə yerləşən 80.8 balla qəbul həyata keçirilib. Kompüter mühəndisliyində Odlar Yurdunda 99 balla tədris ingilis dilində bu ixtisasa qəbul pulsuz həyata keçirilib. Kooperasiya Universitetində 93 balla pulluya, 96.5 balla isə pulsuz qəbul həyata keçirilib. Lənkəran Dövlətdə 80.8 balla pulluya qəbul həyata keçirilib. Mingəçevir Dövlət Universiteti 78.9 balla pulluya, 98.2 balla pulsuza qəbul həyata keçirilib. Azərbaycan Texnologiya Universiteti Gəncədə yerləşən universitetdə 78.4 balla pulluya qəbul həyata keçirilib. Aqrar Universitetdə 83.5 balla pulluya, 97.5 balla isə pulsuza qəbul həyata keçirilib. Naxçıvan Dövlət Universitetində də kompüter mühəndisliyindən qəbul həyata keçirilib. 84.1 balla pulluya, 96.5 balla isə pulsuza qəbul həyata keçirilib. Görürsünüz ki, test balı yığanlar yerləri tutursa, orada boş yer qalmırsa, orada subbakalavr qəbulu həyata keçirilmir. Qalan bu kimi universitetlərdə ümumi biz götürsək, biz orada 78-in üstündən qəbulu görürük, ya daha yuxarı. Amma qəbul həyata keçirən universitetlər o demək deyil ki, bu tədrisində qəbul həyata keçirilməyəcək. Təbii ki, test balı yazanlar həmin yerləri yazmayanda qəbul həyata keçirilə bilər. Həmçinin qəbul həyata keçirilmiş universitet növbəti ildə qəbul həyata keçirməyə bilər. Bu da ki, test balı yığanların oranı yazmağından asılıdır. Əvvəl kompüter ixtisaslarına qəbul daha rahat idi, amma Riad qrupunda test balı yığanların sayı çoxaldıqca təbii ki, burada qəbul çətinləşir. Əgər siz də bu ixtisası bitirmisinizsə, yaxşı olar ki, ortalamanız 80, 90 və daha üstü olsun ki, daha yaxşı universitetlərə qəbul ola biləsiniz. Amma aşağı bal yığsanız da belə, məsələn, bu 70 ola bilər, 60 ola bilər, yenə də ixtisas seçimində iştirak edin. Unutmayın ki, bu ixtisasların qiyabisi yoxdur. Yalnız əyanisi var. Düzgün ixtisas seçimi məsləhət üçün 051 346 14 38 mobil nömrəmə yaza bilərsiniz. Uğurlar.